Yandırmış da. Rahat yerləşirsən də. Elədir də o. Ay da şeydən xalçadan maşını ancaq sən sürəsən də. Siz üçün ayaq sürücüyəm. Dəyizmirsən. Ha, atam baxır bu. Valla mən heç keçməm. Öldü. Salam herkese, video xoş gəlmisiniz. Bugün Amerikada Big Bear deyilən yer var. Ayları ilə məşhurdur. Gözəl də gölü var. Həftə sonudur. Həm də bayramda istəyirik bir gün burada istirahət edək. Bu maraqlı yerdə istəyirəm sizə də göstərim. Los Angelesdə qar olmayanda burada adətən qar olur. İndi yaz ayıdır. Yaz ayına uyğunda burada aktivitetlər olmalıdır. İnternetdə tapmamışıq. Bir yerdə kəşf edəcəyik. Video keçməmişdən öncə videoyu bəyənib kanala abunə olmağı unutmayın. Keçək videoya. Biz keçən dəfə gələndə bura gəlməmişdik amma deyəsən. Hə, biz keçən dəfə gəldik, 1 saat fırlandıq qayıt. Bosa salam. Kofe maşını var. Toster. Dolu var. Hələ indi gəlmişik, birazdan gedib bazarlıq eləyəcəyik. Deyir ki, mən Şudur o. rahatsan. Rahat yerləşirsən də. Elədir də o. Hə, elə onu deyirəm də. Nə qədər bizə yatmağa gəlməmişik ki. Heç mən də bura belə baxanda tam rahat sığmıram. Sən yatmağa gəlmisən bura. Balıq tutacağıq, gəzəcəyik. Ay da şeydən xalçadandır. Tok vurdu ikimizi də. Gövdən belə eləyək. Ya lazımdır. Yandırıb eləyərik abi. Telefon işləyir. Bu da işləyir görəsən. Nə? It is unlawful to burn firewood or trash. Fireplace is not designed to burn wood. Okay, ama Mən əlimdən yekə spişka qoydum. Dağa qalxanda çox getdi. Neynəyəndə? Dağa qalxanda çox getdi bir. Sən Sabirabaddan yazacaqlar. Fəridi bir dəfə gördülər, Şəmşirdə nə qədər yazdılar ona. Sabirabadın Muğan Gəncəli kəndində bir saat yerlərə. Oradan yaxın qonşu. Cəngən. Cəngən, Aysal. Səridə, Salmanlı, Həşimxanlı, Polad Toğayı. Və görsən, orada səhətsin izlər yiyələr. Gələn mənə də görəsən, nasıl? Abunələr zəifləyib. 6000 də qalmışıq. 10.000 olmalıdır. 4000 var Sabirabaddan adam. Azərbaycan sayağı obyektin qabağına verib saxlayarım. Stopda gözləyirlər atları. O şahzadələr zətlər belə gəlsin. Atlar bu boyda olur. İsmaildəki at yazı, canı tapşırır. Manatlıq işləyir orada. Hələ özü üçün də sifariş verə bilər, ya da şeir də edə bilərik, ortaya qoya bilərik. Biraz edə bilərik. Mən bunların menyusundan çox xoşum gələn chicken tikka masaladır. Yəni, çox mükəmməldir həqiqətən. Acısı necədir? Acı çox az. Dediyim acı deyil hətta o. Qiymətlər Sonra pis deyil. garlic nanları var, garlic çörəklər. Təndir çörəyi. Yaxşı. Güzel demiş, bu Hindistan mətbəxi. Okay. Və bir dənə tikka masala, bir dənə tanduri chicken, birini də sizdir. Kabab var. Sən Hindistan mətbəxini yaxşı bilirsən. Bu bizə nə məsləhət verə bilərsən? Və Latino mətbəxi olsa deyərdim. Hindistandır, sən bilirsən. Onda istəyirsinizsə belə eləyək. Ortaya bir dənə də əlavə nəsə götürək.
Yəni hərə öz bir dənə bir pors adama yemək, bir dənə də şeir eləmək üçün ortaya nəsə qoyub götürə bilərik. O da ola bilər tanduri chicken. Okey. Bildiniz hərə öz yeməyi var. Elə bu da ortaya gəlir, amma mənim də elə bu. Okey. Tamam. İçmək istəyirsinizsə siz nəsə, yəni sifariş verə bilərsiniz. Bak da viski var. Maşını ancaq sən sürəsən də. Problem yox. Siz üçün mən ayaq sürücüyəm. Aa, sən də buradan bax gör nə götürürsən. Ayo mən sərfət edirəm, mən içki içmirəm abi. Cərgizmi sən? Atam baxır burada. Valla mən içki içmirəm. Onda gözlə. Nə istəyirsən? Deməli görə 2 dənə viski, bir dənə bourbon, bir dənə gin tonic. Bir dənə sürətli maşın almaq istəyirəm, belə nəyi var sürətdə, GTR tipli zətdə belə. Aha. Nömrəsini də alırsan will run. Polis sağlayır. Bir də mən bir dənə kommentləri yazsınlar. Mən maraqlıdır. Polis məsəl üçün bir dənə kimsə yüngülvari sürət həddini aşıb da və yaxud da nəsə saxlamaq istəyir. Polis bunun arxasında bütün şəhəri fırlananı bu daha böyük təhlükə yaratmır. Azərbaycanda məncə yaşayış yerində eləmirlər. Amma burada eləyirlər. Azərbaycandan nömrəsini çəkirlər, sabah sürü prosta qapını döyürlər ki, gəç. Sözümüz var, söz deyirəm. Azərbaycana gedəndə o falçı vulkanına girəcəm. O qədər maraqlı, təsəvvür elə bütün həyatı boyu yaşayırsan, 25 dəqiqəlik məsafədə vulkan var da, Bakıda yaşayırsansa da belə 1 saatlıq olsun. Heç vaxt sən oraya girməmisən. Ya bu nətər olur? Yaşayırsan, gör nə qədər şeylər var ki, eləmirsən, sonra ölürsən, gözün də qalır arxada. Ayda mən falan şey niyə eləməm? Və yaxud da 50-60 yaşın olub, belin yerimir, tuta bilmir heç nə. Deyirsən, ayda mən niyə onu eləməmişim? Yanıb tökülərəm. Ona görə Burada da New Yorkda doğulub yaşayıb, amma Times meydanına getməyən adamlar var. Belə bir şey var. İnsan yaşadığı mühitdə olan həmin o abidələr, gəzməli yerlərə çox da maraqlı olur. Çünki psixoloji baxımdan hər zaman əl çatandır. amma heç vaxt da getmir əlçə. Məsələn, desən ki, Avropaya harasa bir şey var, ya Türkiyədə var, Gürcüstanda var, ona daha çox can atırsan, amma nəinki ətrafına. Bizim yanlışımızdasın. Ki, öz ətrafımızdan başlamalıyıq. Yanar dağ var, məsələn. Mən getməmişəm açıq. Mən yanından keçmişəm. Səhv elədiyimi bilirəm, mən yəni getməliyəm. Heç Gəncədə olmamışam, Şəkidə olmamışam. Olmamışsan? Yox. Sən Azərbaycanda olmamışsın. Harada olmuşsan? Heç alada olmuşsan? Mən belə... O da bizə gəlmədi. Dur bunu bir dənə ipon at da, qardaşımsan. Bir də Pedro at, mən də vurum. Öləcək bir dənə fəndə. Yandırmışlar. No rice for him. Böyle pişe getirirler. Always first at the finish line. Məşhur apple pie yoxlayardı. Burada desəncə gəlmiş yemək yiyin. Azərbaycanda da öyle. Video bura kimi izləmişsə, videodan çıxmayın hələ bir şey tapacaq. Deməli uşaqlar, salam əleykum. Gəlmişik Mingəçevirə. Bu birinci buxtadır. İndi uşaqlar gələcək, çiməcək. Quşların niyəsə bəzəklisi daha çox kişilər olur. Məsəl üçün tovuz quşu. Bəzəklisi kişi olur. Adi olan qadın. Ona görə də əslində bəzəni düzənmək kişilərə məxsus. Əslində o deməkdir ki, kişilərin makyaja ehtiyacı yox. Light it up, I think we should put it in gotta do it. Öldü desən. Öldü. What are you Öldülər. betting? If Ha, I jump yeah. in the water, Can I will do you a give me dance 20 real bucks? Yeah. That's all. You're too cool, right? Good luck guys. Arayla balığı öldürdülər. Orasında ki, telef oldu ya. Suya girən kimi boğuldu. Öyrəşmişdi gözüm biri. Oğul da ki, nahada bıçağını zola çıxartdı belə. Uşaqlar üzərində qorxdu.
Sizlər gəlmişik təbiətin qoynuna. Ümid edirəm video xoşunuza gəlir. Bura qədər izləmişsinizsə videoyu bəyənib kanala abunə olmağı unutmayın. Bir gün də buradayıq. Albert sabahları baş yerə getdik. Beyla qabiliyyətdir var. Çörək bizim Azərbaycanlıların nə idi olması çörək olur. İçədə organik yumurta olmazsa olmaz. Yağ qalıb, yağ. Ölənlərə rəhmət ya. O məsələn görürsən, sodiumu sıfırdır. Əslində yəni məsləhətdir ki, sodium olmasın içində. Sugar yoxdur, görürsən. Bu normaldır əslində. Unsalteddır. Duzlu deyil. Baxaq, əgər o birisindən olmasa, fikir versən sodium 4%, kolesterol 10%, sonra saturated fat 35%, yəni məsləhət deyil. Ən qəşəngi budur, bir də şeydir, prezidentdir, unsalted. Sodium sıfırdır, total carbs sıfır, təmiz batırdır, dəmə, təmiz yağlı, inək də təbii şəkildə qidalanır. Tip çöldə zaxtır eləsəydik, bunun yarısı qədər olacaqdı. Dəqiq bildik də bunu. Özümüz hazırlayırıq. Bu mükəmməldir. Həm də o mənzərədə təmiz hər şey, yəni təmiz orqanik qidalar və öz əlimizdən çıxacaqlar. Səncə burada total nə qədər çıxacaq? 50-ni vurmuşuq. 65. $20. Təxmini 20. Bunlar ən az $15, 35. Buradakı hələ $50. Hardasa $50. 50-ni keçsə İbrahim. Yox, belə idi. 50-ni keçsə sən ödəyirsən. Mən dedim də 50-ni keçəcək. Alsaq da var ya burada. Fresh şeydir. Yəni, fresh deyilsən. Z Freshers. 50 təxmini qes eləyək. Sən neçə deyirsən? 53. 53-dən çox olsa nə olur? 53-dən çox olsa 53-dən çox olsa mən ödəyirəm. 53-dən az olsa sən ödəyirsən. ya. Getdi. Bəli, razılaşdıq. 53-dən az olsa sən ödəyirsən. Çox olsa mən ödəyirəm. Ya. Okay. Yox, sorry. Mən düşünürəm ki, 53-dən çoxdur. Hadi. Sən nə düşünürsən? Nəysə, mən ödəyirəm ki. Ağırları içində aşağıdan yığaq. Bu sına bilər. Enter your item. $1.99. Bunun ikisini nəyə istəyirdin? Hədiyyə verəcəksən. Bunu birini fırladım burada. Apararlar bizi. Lazımdır bu vaxt. Narahat olma. Fırlada bilərəm. Ya, bunun isə yoxdur. Barkod Hə. yoxdur. Okey, belə eləyək. Hələlik qoyuram bura. Feeling your skin, night's getting colder. Falling, holding. Evet, 60'a çatı deyəcək. Nə oldu? Bizi təşə göstərici gör nə idi. Cilantro for one. Place your cilantro in the bag. Şöyle sən versən. Dedim çox olsa mən verəcəm də. Ya, sonra dedim ki... Yo. Kameralarda var. İzləyicilər də onu gördü, eşitdi. Yox, mən ödəməyini ödəyəcəm. Söhbət o deyil, amma sonra düzəltdim. Dedim ki, mən düşünürəm çox olacaq. Elə zavtırk eləmirik daha. Zavtırk qaldı. $5.99. Deyəsən, bir oğlan 50-dən danışır, baxıb bayan. 90 deyil. 100 eləyək. Bir dənə səhər yeməyi. 95 də oldu. $59. Bu şeydir, Qaqaşyan'da da xisar eləyən var ya. Pay with cash, card. Please wait. System processing. You. Qısa oldu. Heç nə almamışıq demək olar. Bir dənə xiyar, bir dənə pomidor. Nə qədər? 92 dollar, 93 dollar. Videoları axıracan izləyin. Please. Videodan çıxış edirlər, sonra YouTube alqoritması elə dəyərləndirir ki, bu kifayət qədər keyfiyyətli kontent deyil. Gör nə genişdir. Burada genişdir. Sən maşının. Mənim maşınımı satamıyorum. Şunları avokado
Çox adam əslində bunu bilir. Prosta bəzən qəribə yollarla avokado kəsənlər görmüşəm mən. Böyle yiyirsən, sonra hop, hop. Sonra böyle ağır bıçaqla böyle şak. Bir sarı. Bir də yemək kanalı açaq bəlkə. Bu zibilləri ora-bura dağılır axı bunun. Adam beyni xarab eləyir, yox. Ona görə də belə yumursuz, təbii ki, yuyursuz. Allah bilir hərhansı. Burada etiket zad olur, bundan çıxardırsınız ki, etiket. Mən etiketi onun Yeməyəsiz, belə görürsən. Sonra belə şey deyirsən, gömbul tərəfindən belə. Qəribə gələ bilər, amma axıra kimi gözləyirsiniz. Okay. Biberin içində elə bir arı yuva qurur. Buradan da belə hop, gördün? Burada heç nə yoxdur. Tərtəmiz, çəkmiş, bundan da əllər. Sən biz bunları pişirəcək. Ondan sonra nə edirik? Gedək gəzməyə. Sən də qabları yuyursan. Gözəllik yuyursan. Why you look surprised when we've done this all before? hava yer yox. Desən yerimiz balacadır. Belə bir gözəl mənzərəyə qarşı belə bir səhər yeməyi yemək istədiniz. Dostunuza video göndərin. Stop drumming on my heartbeat sound. The rhythm that you're playing is just way up. You're not singing in the right key, check your tone. Videonun sonuna gəldik burada. Ümid edirəm video xoşunuza gələr. Əgər video xoşunuza gəlibsə, videoyu bəyənib kanala abunə olmağı unutmayın. Gələn videoda görüşəndə.